Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Raisa erkən yaşda dünyasını dəyişir. Atası ikinci dəfə xalası qızı Sona ilə ailə həyatı qurur. Firəngizi demək olar ki, ögey anası böyüdür, boya başa çatdırır. Ali təhsil alması üçün dəstək olur, toyunu edir. Qadın uzun illər Bilgəkdə yerləşən qocalar evində yaşayır. Firəngiz isə 80-ci illərdə Azərbaycanın müasir estradasının yaradıcılarından birinə çevrilir. 1986-cı ildə müğənni Azərbaycanı Gürmala 86 mahnı yarışmasında təmsil edərək 4-cü yerə layiq görülür. Rafiq Babayev, Eldar Mansurov, Oktay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova Əgər Məni Unutsan, Bu sevgi, İnanıram sevgiyə, səhra, uzaqlaşaq gəl, bir ümid, hifz eylə, uca dağlar. Ana torpaq, məhəbbətim gələcək, Qaragilə, xalq mahnılarından gülə-gülə. Bəri bax və s. mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Firəngiz Rəhimbəyovaya ən böyük uğuru isə Bəxt Üzüyü filmindəki Sevdar oğlu gətirir. İlk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-ın Los Angeles şəhərinə köçür. 1999-cu ildə orada Amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurub.